Baxın, deyir ki, proqram icrası zamanı n dəyişən hansı qiymətində proqram ekranda 222 dəyərini çap edir. Yəni sonda gəlib burada məndə alıblar 222. Aha, enə də nə qiymət daxil ediblər bilmirəm. Amma buradan görürəm ki, nə qədər ki n böyükdürsə s-dən, s-in də başlanğıc qiyməti 97-dir. Nə qədər ki, n böyükdür s-dən dövrün davam eləyir, ya bərabər halında, ya da s-in ondan böyük halında dövrdən çıxır. Belə bir şey olur. İndi məsələ burasıdır ki, burada necə olur? Enim nədir? Enimin dövrlərini bilmirəm. Yəni neçə dəfə həmin ədədin üzərinə 2 gələcək, mən onu bilmirəm. İndi istəyən K-la, istəyən X-la işarə edir. Yəni K-la işarə edək. E, belə deyim, K nasıl çəkdirəcəm? Ya X-la götürək. Aha. Deyirəm ki, qələmi də şoxla biraz qalınlaşdırıram. Burada. Hə. Buna x-la işarə eləyən. Yəni, n bərabərdir n çıxar 2x. Düzdürmü? Daha s-in də bərabərdir. Burada 97 gəlmiş. 97-nin üstünə 3 gəlmişəm. Amma neçə dəfə gəldiyimi bilmirəm. O görə bu da necə deyərlər? 3x-dir. Yəni, s də bərabərdir 97 üzərinə gələk 3x. Bu şəkildə hə, bu qaldı burada. Amma burada bir dənə aşağıda baxıram ki, bununla bunun cəmi mənə 222-ni verir. Onda mən S-lə N-i toplasam 222-yə bərabər eləyə bilirəm. Bu zaman yazıram. N çıxaq 2 qız üzərinə gələk 97 plus 2 qız bərabərdir 222-yə. Buradan da n bərabər n plus bu gedir, qaldı burada x. 3x-dan 2x çıxanda qalır 3x bərabər eləyir 222-dən də çıxıram 97-ni eləyir 25. 125. Yəni n bərabərdir 125 çıxaq x-in qalır. Bura kimi aydındır uşaqlar. Bəli. Bura kimi okey. İndi iş burasıdır ki, belə deyim. Mən indi yoxlamalıyam. Bu n-i belə qəbul edirəm. N-i belə qəbul edirəm. Və belə deyim, bir də n-i saxladım belə. Bu halı, bu bərabərliyi yoxlamalıyam. Mən bu dövrü nə vaxt dayandırıram uşaqlar? Dedim bayaqları, nə vaxt dayandırıram? Ya bunlar bir-birinə bərabər olanda, yəni böyük bərabər olanda və yaxud da ki, n kiçik olanda. Onda belə yaranır da, n kiçik bərabərdir s olanda mən dövrdən çıxıram. Düzdürmü? Bir dənə buna da baxaq. Yəni bunu başa düşün bir dənə. Məsəl üçün gəldim, dayandım. Bunlar 97 nə vaxt bərabər olar? Məsəl üçün n-im olsun 100, 100 yox. Nə vaxt təxmini nə vaxt 222 alaram? 111 qiymətində. Bu 111 oldu və yaxud da 111 bu oldu. Dövrdən mənə atıb, bax burada 111 111 olanda dövrdən mənə atacaq. Və yaxud da biri 110 olanda, o biri də 112 olanda mənə dövrdən atacaq. Düzdürmü? Yəni dövr dayanacaq. İndi mən o halı yoxlamalıyam. Bunları o hala bərabər eləməliyəm. Yəni yazmalıyam n çıxaq 2 qız kiçik bərabərdir 97 plus 3x-a. Yəni bu tənliyi elədim, qoydum yerinə. N-in qiymətini tapıram burada, amma hələ ki tapılmır. Yəni n bərabərdir 125-dən x çıxıram. Daha sonra da neynirəm indi burada? X keçdi bu tərəfə, yəni n çıxaq eləyir 5x bərabər kiçik 97-dən. N-in qiyməti burada nədir uşaqlar?
125 çıxaq x. Gətirib onu yerinə qoya bilərəm. Yaxşımı? Yəni, deyirəm ki, 125 çıxaq x çıxaq 5x bərabərdir 97-yə. Buradan da necə deyirlər? Bunu çıxanda qalır burada mənfi 6x kiçikdir. Belə deyək, 28-dən x da bərabər deyil, kiçikdir. 4-dan 6-da 4. Uşaqlar, bunu mən təqribi tam ədəd olmalıdır və bu təqribi 4-dən böyük ədəd olduğuna görə mən bunu 5 götürə bilirəm. Gətirib 5-i də burada x-in yerinə qoyanda n bərabərdir 125-dən çıxıram 5-i, edir 120. Cavabda 120 alınır. Bir də izaha ehtiyac var. Yəni, bacardıqca asta şəkildə izah elədim. Nəsə səssizlik oldu. Hə, uşaqlar? Deməli, davam edirik. For izah edirəm indi. For bu şəkildə yazıram. For in ring. In yazıram. Hələ ki in yazıram. Uşaqlar, məsəl üçün yazıram ki, 2, 10, bir də 2. Burada ədəd i-nin aldığı bir qiymətləri istəyir. Burada i-nin aldığı qiymətlər, məsəl üçün yazıram ki, n bərabərdir i plus 3. Print i. Yox, print n. i nə idi? Uşaqlar, burada gedəcək bu i vara, bu gördüyümüz i. Bu sizi belə çaşdırmasın. Əgər range yazmayıbsa, range bu bizim Python'dakı, bax, buna oxşayır, modifikasiyalı dövrümüzdür. Əgər range yazmayıbsa, i gedib elə tək-tək bu ədədlərə müraciət edəcək. Başqa bir şey eləməyəcək. Yəni, gələcək bir dəfə bunu götürəcək, yəni bir dəfə i bərabər olacaq 2-yə, bir dəfə i bərabər edəcək 10-a, bir dəfə də i bərabər olacaq 2-yə. Yəni, bu şəkildə davam edəcək. Çünki range sözü yoxdur. Yəni, gələcəm, bir dəfə 2-nin üzərinə 3 gələcəm. Bir dəfə bu eləyəcək 5, sonra üzərinə bir dəfə 10 gələcəm. Sonra 15, üzərinə bir dəfə də 2 gələcəm. Hər dəfə gələcəm, fırlanacam, bu ədədləri istifadə edəcəm, qoyacam bura. Bu da eləyəcək 17. Gəlib 17-yi də çapa verəcəm. Bura kimi sual var. Yəni, hər dəfə gedib, yəni çox rahat. Bu qiymətləri götürüb devrə girəcək. Bunun altına if yaza bilərlər, nə bilim, başqa şərtlər yaza bilərlər. Yəni, qarışdıra bilərlər də özlərinin istəyinə görə. Dəyişə bilərlər. Amma bir də uşaqlar var, bizim range'imiz. Görək bu range nə edəcək? Məsəl üçün, onun yazılışı belə olur. Baxın. For in range. Range yazılır. Və belə bir şeydir. Gəl eyni ədəddə yazaq. 2, 10, bir də 2 verdim. Amma bu dəfə gedib tək-tək ədədlərə müraciət eləməyəcək. Bax, bu başlanğıc ədədin olacaq. Bax, baş. Bu sonumuz olacaq. Bu da addım. Yaxşımı? İndi belə deyək. Bunu burada yazsam, alqoritmdə istifadə edəndə, başlanğıc i bərabərdir bu şəkildə yazanda sonu götürürdü. Amma Python'da deyir ki, bu necə deyirlər? Yox, deyib bir dəqiqə qarışdırmayayım aləmi. 9-a onu götürməyəcəm. Onun özünü istifadə edə bilməyəcəm. Gələcəm 9-da dayanacam. Necə olacaq? Bu addımdır, bu da başlanğıcdır. 2-nin üzərinə 2 gələndə 1, 2.
Sonra 2 gəldim oldu 4. 4-ün üzərinə 2 gəldim 6. 6-nın üzərinə 2 gəldim 8. Baxın, nə 9-u götürə bilirəm. Düzdür. Axırıncı rəqəm düşür 10-a, amma onu da götürmürəm. Mənə icazə vermir. Aydındır. Yəni burada neçə dövr olur uşaqlar? Neçə dövr girəcəm? Nə 2? 1, 2, 3, 4. 4 dənə. Hı. Ə, bəzən olur ki, bu range yazacaq, uşaqlar, belə deyim. Bu range yazacaq, məsəl üçün 2-ni yazmayacaq. Onda bilin ki, addım plus 1-dir. Yaxşı. Və yaxud da ki, təkcə 2 yazacaq. Yəni 2-dən başlayacaq. İndi neçəyə də qədər gedirsə gedir. O sonsuz dövrdə, amma o elə bir şey olmaz. Belə bir şey. İndi misal verirəm. O misalı həll edin. Hələ ki, sadələrdən başlayacağım. Yazıram. Is bərabərdir. Sıfıra. Kod. In. Onu. 12-ni. 5-i. 8-i. Bir də 15-i götürsün. S bərabərdir. S plus 1. Bu şəkildə print S. Yazın bunu. Mən yazının birincini, yoxsa yazırsınız? Yazalım. Yox. Oradan bir yazmışsın yoksa iyi yazmışsın. İyiydi. İyiydi bu. İyiydi uşaqlar. İyiydi. 50 mi? Hə, 50. 50 alanına düz ol. Nərmin, yaza bilirsən, Xədicə. Səs gəl. Bax, i burada 10-a bərabər olacaq. I burada 12-yə bərabər olacaq. I burada 5-ə bərabər olacaq. I bərabərdir 5. I burada 8-ə bərabər olacaq. I burada nəyə bərabər olacaq? 15-ə. S-dən sıfırdan başlayır. Bu ədədləri özünə cəmləyir. Yəni 10-u, 12-ni, 5-i, 8, bu 20. Bunlar. Bu da 20. Üstünə 10 elədi 50. Sağ olar. Yazmaq qısa yolla elədim. Yoxdursa? Yaxşı, indi bunu eləyim. Yazıram. For in deyirəm, yenə bunları götürsün. 10-u, 12-ni, 5-i də rəqəm axtarmayaq. Bir də 15-i. Bu rəqəmləri götürsün. Amma if şərt verirəm daxilində. If bölünsün 2-yə. Əgər bərabərdirsə 0-a. S bərabərdir. S plus 1. Print S. Hə. İndi bu bir dənə mənə deyin, bu nə şərtidir? Və oxumağı bacarın. Cüt rəqəmlərin sayını tapır. Bəli, proqram cüt rəqəmlərin sayını tapır. Yəni, bu nə demək idi? İni böləcəksən 2-yə. Məsələn, 10-u böldüm 2-yə. Qalıq neçə eləyir? 0-da, yəni 5.0 eləyir. Qalıq 0-dır, yoxdur. Yəni, hə, bir də onu de, tam ədədi, tam ədədə böləndə Python hansı tipdə verir cavabı? Lot. Lot, bəli, düzdür. Qalıq
0,0-dır. Yəni 0 sıfıra bərabərdir, hə. Amma məsəl üçün 5-i böləndə 2-yə 1 alınacaq qalıq. Yəni yoxdur. Proqram içəri girə bilməyəcək. Onda burada neçə dənə cüt ədəd var? 1, 2, 3, 3. Cavab da olacaq 3. 3 tapamdan 3 olmayacaq. Saymırıq uşaqlar. Cəmləyir ədədləri. İyini, bu iyidir. Bu mən iyini niyə 1 kimi yazıram? 30. 30. Bəli. Yəni 10 plus 12 plus 8. Yəni cavab 30. Amma elə bir də olsaydı sayını tapacaqdı. Düzdürmü? Sadəcə köçürüləndə o da düz variant idi. Sayını tapırdı. Amma burada neyniyəcək? Cüt ədədləri toplanmış olacaq. Sonra biraz daha çətin misallara girək. Yazıram. Yazaq. Biz beraber. Uşaqlar, bu arada imtahana da az qalıb. Neyniyəcəksiniz? Leyla, Nərmin. Nərmin təxmini bilirəm, Zəhra. Ben Neyniyəcəksiniz? Yaxşı olacaq? inşallah. İnşallah ben İnşallah. Səkkiz, 15. Deyirəm if i 2-yə bərabərdirsə 0. Onda s bərabərdir s plus i'dir. Bax, bu səfər i'dir. Diqqət elədim. Else n plus 1. Yəni n bərabər. Print s. 30 bir de 2. Yazıb bir tane tek səhvəm elədim, hə? Tamam. Başqa kimcə cavabı? Daha sonra bunu yazın. Görək. Bu nədir? Hə, bu test maraqlı testdir. Həm də qəbula düşürlər. Götürdülər. Belə deyək. Yazın. Deyirəm is yaza bilmirəm. Bu da yazın. Geçiniz. S bərabərdir 0-a. N bərabərdir 0-a. For in məsələn götürək 10-un 0-ı 2-nin mənfi 2. 4-ü 3-ü yenə mənfi ədədə tap 1-i bir də daha sonra if şərti verirəm. If böyükdürsə 0-dan. S də bərabərdir. S plus i-yə else əks halda. N bərabərdir n plus 1-i. Print S n. 17 bir de 4.
Neynədir bəs proqram? Burada deməli müsbət ədədləri topladı, sıfır və mənfiləri sayını tapdı. Yaxşı. Hamı eləsin, indi başqa bir şey soruşacağım. Görək hamı eyni cavab alır. Leyla elədin. 12. Yox, 12 eləmişim. Demək izah gedirəm. İ deyir nəyə mən? Sıfırdan böyükləri götür. Yəni sıfırdan böyüksə düş bura, onları cəmlə. Düş bura, onları cəmlə. Yox, əgərəm deyilsə, başda olar saymağa. Çünki bu da sıfırdan başlayıb, bu da sıfırdan başlayıb. Bu i'ləri cəmləyir. Bu da sıfırdan böyük deyilsə, deyir onları cəmlə. Baxıram ki, 10-dur, sıfırdan böyük olanlar. Düzdürmü? 10-dur, 4. 4-dür, 3-dür. Всё. 17. Bu elədi 17. Bura elədi 17. Resim oldu 17. Bəs sıfırdan kiçiklər, sıfır özü, yəni bərabər də deyir da. Zaten nə sıfırı deyir topla, nə də sıfırdan kiçikləri da. Ona görə mənfi 2-dir, bir də mənfi 1-dir, bir də mənfi 5-dir. Bunların sayı qədər, yəni 4 dəfə bu artacaq. Yəni hərəsində bir dənə artanda bu da eləyəcək 4. Düzdürmü? Belə. Yəni sayı qədər artır da. Sıfır və mənfilərin sayı qədər artır. Yəni bu sıfırdan başlayır, üzərinə 1 gəlir. Sayır sadəcə. Neçə dəfə yox dedin, LC-yə düşəndə bu bir vahid artacaq. Bura kimi başa düşdük? Yəni bunlar cəmləmir ha. Sadəcə bunların sayını cəmləyir. Bir dəfə sıfırın, bir dəfə deyir sıfır var, bir dəfə 2 var, bir dəfə 1 var, bir dəfə 5 var. Cəmləyir. İndi iş burasıdır. Bu dedim ki, müsbət ədədləri cəmləyir. Bəs bu neynir tam olaraq? Dedik sıfır və mənfi ədədləri sayır. Düzdürmü? Sayır. Necə sayır? Bəs testdə bunun cavabı necə gedir? Deməli, uşaqlar, əgərəm burada sıfır və mənfi ədədlər varsa, bunlar ikisi bir yerdə gedir. Müsbət olmayan ədədlər. Yaxşı. Müsbət olmayan ədədləri sayır. Başa düşdük. Nasıl sakitçiliydi. İndi başqasını verir. Nəticədə cavab nə oldu? 17 mi? 17 ilə 4. Hə, Hə, N-in qiyməti budur, S-in də qiyməti budur. aydın müəllim. Hı. Daha sonra buradan belə bir misal yazaq. For, in. Yine eyni ədədləri götürürəm. Yox, eyni götürürəm. 5, 8, 15. İ, nə idi? İ, S bərabərdir S plus 1. Else N bərabərdir N plus 1. İ'nin 2'ye bölməsinin alına qalıb 5 yazmışsınız. Onu necə yazdım mən bilmədim. Bu 5-i görmüşəm yazanda.
Hə, düzəltdim səhvləri. Print. O da yaxşı bir proqramdır. 5-ə bölünür. Yox, qalığı 5-ə bölünür. Hə, elə bir ədəd çıxardır. Hı, baxın, yoxum. Hə, burada hər şey düz yazır. Necə? 30 bir de 2. Yox, o bölmə işarəsi var orada. Ha 15. Ben deli taptım ben. Bu cütləri cəmləyir. Düzdür? Bu nə edir təkləri? Hayır. Sayır. Cütlər 12, 10, 12, 8. Neçə dənə oldu? 3 dənə. Bunların cəmi nə edir? 30. Düzdürmü? Toplayanda bunlar elədi 30. Burada neçə dəfə düşəcək bura? Təklərin sayı qədər. 15 2. 2 dəfə. 30'u da burada gələn bu 30 eləyir. Bu da 2 böləndə eləyir 15. Sual var kızlar. Hadice sual var. Hayır. Başa düştü. Sonra geldi belə bir şey. Yazıram səfərdən. Hı, belə bir şey yazacağım. Səfər belə bir şey yazaq. S bərabərdir 0-a. N bərabərdir 0-a. For I, in 10, 12, 5, 8, I, I bərabərdir 0-a. S də bərabərdir S plus I. N də bərabərdir N plus 1-ə. Print X dönürsün. Hadice sen de qəbulun var axı bu illərin buraxılış. Yox, buraxılış yox, 9-dan imtahanı. Valla 10. Ha, Ben 10'da hə. Nə vaxt imtahan? 12'si. April. Ha, sənə hələ var. Deməli, Bende de 19 var. aprelin 19-u. Bəli, mənim. Məzunam axı ona görə. Ha, bəxtiniz gətirib biraz. Bir ay qabağısınız. Biraz Bəli, mənim. Bir şey bu ilin məzunlarının imtahanlarına baxıb elə ki yaxşıyaca bilər. İnşallah. Amma sizə asan düşəcək. Bizə çətin salırlar mənimlə. Yox, asan düşəcək, mən deyirəm. Amma 11-lərə təzə qutaranlara çətin düşəcək. Məntiqlə də, yəni keçən il qutarıb bu məktəbi yadından çıxa bilər bəzi şeylər. Ona görə asan salırlar. Mənə elə gəlir. Yəni mən görmüşəm neçəsində asan düşür. Amma siz çətinə hazırlaşın. Yəni var gücünlə çalış. İnşallah da asan düşər. Həmişə 11-lərə çətin düşür. Təzə il, yəni 11 olanda çətin düşür. Deməli uşaqlar, burada neyini, cüt ədədləri necə toplayacaq? Deməli 10-u, 12-ni, 8-i. Burada aldıq 30-u. Düzdürmü? Sonra neyini? Təklər yox. Təkləri saymır. Təkləri saymır. Cütləri ilə sayır. Aldıq 3. Neynədim? 30-u bölürəm 3-ə, alıram 10. İndi bu proqram neynir? Mən onu deyim. Hansı proqram cüt rəqəmlərin cəmi ilə sayının nisbətini danışır. Düz ədədlərin ədədi verilənlər içərisində, belə deyək, qanunla. Verilənlər içərisində cüt ədədlərin ədədi ortasını tapır. Daha uyğun gəlir. Bəli. İndi belə bir sual. Vaxtı olan var, yoxsa hamı qaçmaq istəyir?
Vaxt, biraz dərsin vaxtından keçək, bir iki sual da verim. Yəni dərsi olan var. Mənim yox. Var ki. Yazıq bunu. Neyniyəcəm? Bir rəqəmləri çap edir, hərfləri çap edir. Leyla, sənin fərziyyən nədir? Olacaq müəllimə, bunu bir dəfə bu, bir dəfə A, bir dəfə 2, bir dəfə. Hə, Elə gələcək. Ay, Zəhra dedi. Mən də Hə, sözüm çaşmır. gələcək bir dəfə bunu götürəcək. Bir hər dəfə tək-tək bura müraciət edəcək. Bir dəfə bunu, bir dəfə A-nı, bir dəfə 2-ni, bir dəfə də i-ni götürəcək. Çap edəcək. Olacaq belə. Niyə alt-alta oldu? Google Slash vardı. Bəli, içərisində end funksiyası var printin, onun da içərisində slash n var. Yaxşımı? Sonra indi bunu yazaq. For i in range yazaq 2-dən 7-yə yazıram printin. Neyniyəcək? Hı? Yaxşıdan bunun təcrübəsini bağlayın. Proqram error verməsin. 3, 4, 5, 6. Yəni range nə idi Leyla? Sonuncu ədədə qədərki ədəd. Yəni başdan sonunuza qədər ədəd, amma sonuncu ədəd daxil olmamaq şərti. Yəni 2, 3, 4, 5, 6. Все. Sual var. Xeyr, Bunu başa düşün. Məsələn, bu 1-dən 10-a eləsən, 1-dən 10-a kimi. Nə olacaq? onda bu qədər olacaq. Bəli, 1-dən 9-a kimi. Daxil olacaq. Bəli, 1-dən 9-a kimi ədədlər olacaq. Bir dənə də misal vereyim sizə. Sonra gedərsiniz. Deyirəm ki, S bərabərdir. S bərabərdir 0-a. For i in 1-dən 7-yə. 1-dən 7-yə dedim, amma görəsən 1-dən 7-yə kimidir? Range olmadığına görə 1-dən 7 daxil olmaqlandır. Range olsa da 7 götürmür. Yəni 1-dən 7-yə kimi bütün ədədlər, yoxsa 1-dən 7-yə kimi üçün olmalıdır. Range yoxdur. bayaq 7 daxil. Zəhra düz deyir. Mən sual tam başa düşmürəm. Orada i hansı ədədlər götürəcək? 1, 7. Ayol. Yəni dövr gedirdi onların. 3. S bərabərdir. S plus i print S. Leyla, əgər burada range yoxdursa, i bir dəfə 7 qiymətini alır, bir dəfə, yox, bir dəfə 1 qiymətini alır, bir dəfə 7. Range olanda 1-dən 6-ya kimi götürəcək. Bəli, şərt. Şərt dedim. İndi onda şərtimizi ödəmir axı müəllimə. Şərt ödəməsə də orada elisi falan vardı, girdi. Bir dənə elsə gedir də, bunların hamısı yox olur. 6-6 ifdə də, 6-6 ifdə necə olur? Yox deyəndə o birisini keçmir. Hə, öbürüsünə giririk. Hə də desin, yox da desin, girirsən. Hansında girmirdik? Elif. Yox deyəndə. Çıxıb gedirdim. Yoxsa Yox dövr deyəndə dərəni? yox. Hə, yox deyəndə hardan çıxıb gedir? Hansında çıxıb gedirdim? İflərdə hamısını girir, amma elifdə ödəniyəm. Bir ödənlikdə qutarır. Ödənlikdə. Düzdür. Yaxşı. Hansı ifdə mən yox deyəndə proqramdan çıxırdım?
Gedirim Elsə qoluna. Hansı if deməkmi? İç İç çok fərqli. iç içə. Hə. İç içə iplərdə mən yox deyəndə gedirdim Elsə qoluna. Alt-alta iflə Elifdə. Elifdə misalı həll eləmirəm. Yəni yox dedimsə misalı keçirəm, amma birini yoxlayıram. Yəni Elifin altında olan misala baxmıram, keçirəm o birisinə. Amma alt-alta ifdə hə desəm də, yox desəm də hamısına baxıram. Düzdür? Evet. Tamam. Hallo, qiymət də alınır. Qəşəng də cavab olur. Elə də deyirlər ki, şərt ödənmir. Ödənmir, ödənmir. Tamam. Mən indi dedim yadıma Hə, de Leyla. Zəhra düz dedin. De Leyla. Mən Elsə yəni if bax birinci if dedik ki, yox da. Onun esinə giriş eləmirik də, ikinci ifə keçirik. Hə, buna baxmırsan. Hə, konuşmaz. Hı. İkinci də yox desin, onun da ipinə baxmır. Onun da misalına baxmırsan. Ben gəldim. Nə yox dedim. Yox dedim, hara həll edirəm. Baxmıram. Sonra da yox dedim, bunu da ipinə baxmıram. Keçirəm LCL-lə. Axırda sərbəstdir. Sərbəst mütləq həll olur. S olur. Orada i'dir, yoxsa S üstə gərək 3-dür. Burada S üstə gərək 3-dür. S üstə gərək 3-dür. 3. Aşağıda da 3 üstə gərək 1, 4. Bir dəfə 1 gəldi, bir dəfə 7. 14. Hı. Başa düşdü. Bəli. Biraz da vaxtınız var, yoxsa yoxdur? Var mənim. Zəhra səndə? Bəli. Qəbul sualı uşaqla işlədirəm. Qəbul. Sualı. Bəlkə təmiz işlədim. Təmizləyirdim. Yazıram. Mən tapa bilərəm. Nərmin. Bəli. Nərmin, səndən cavab səs gəlmir daxı. Mən narahatam. Dərsə tam yönələ bilmirəm. Yaxşı, çıx. Sabah dərsə gələn. Gələcəm mən. Sağ olun. Sağ ol. Öyrəniz. Birdən 7. Leyla, indi bunun qiyməti nə olacaq? Burada birdən 6-da daxil olmaqla götürəcək. 7-ni götürmürük. Amma birdən 6-ya qədər ədəddir. Aferin. İki bərabərdir 0-a. S bərabərdir S plus 1. I bölünsün 3-ə, əgər bərabərdirsə 0-a. Onda S bərabərdir S plus 2-ni LC bir saniye LC 2 nöqtə S bərabərdir S plus 3-ü, S də bərabərdir S plus 1-i. İyini. Heh. Axırda da print testi. Axırda da tutar misal. Print test. Bir 4-6 qiymətindəydi, değil mi? İfi. İf bölü 2, 0, 2, 4, 6 qiymətində olur. Mən də səs batdı. Hı. Evet. Cavabı düzdür. Həll eləyim, yoxsa eləyirsiniz? Xədicə, səndən cavab... Yox, o nə deməkdir? İnsanlıq halda. Xədicə, səndən cavab gəlmir axı bu dərs. Tapdım. Neçə? 40.
Yaxşı. Leyla. Buradayım müəllimə. Hə, tapdım, mən səni gözləyirəm. 40 müəllimə. Hə, tapırsansa bayaqdan de də. Dedim, müəllimə, prosta səsin baxdı deyə eşitmədiniz. Hə. Uşaqlar, bugünkü dərs bu qədərdir. Yəni, axırıncı qəbul sualda onu da elədik.